Əziz balalar, siz Novruz bayramı haqqında nələr bilirsiniz? Gəlin, bizimlə bərabər bu bayramla dərindən tanış olaq. Novruz bahar deməkdir. Baharın gəlişini bayram edirik. Milli bayramımız olan Novruz bayramı hər ilin mart ayının 20-21 tarixləri qeyd edilir. Vaxt keçdikcə yeni adətlər əmələ gəlib və nəsildən nəsilə ötürülüb. Hazırda isə Azərbaycanda Novruz bayramında aşağıda qeyd etdiyimiz adətlər var. Birinci, papaq atmaq. Qapıya atılan papağı boş qaytarmazlar. İçinə ləzziz şeylər qoyardılar. İkinci, qulaq balona çıxmaq. Əgər gizlin dinlənilən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir. Əgər gizlin dinlənilən evdən xoş söhbət eşidilməzsə, təəssüf ki, arzu yerinə yetməyəcək. Üçüncü, tonqaldan tullanmaq. Tonqaldan tullanarkən bu ifadə deyilir. Ağırlığım, uğurluğum odda yansın. Bu bizim millətin oda sitayişinin bariz nümunəsidir. Dördüncü, səməni yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir. Ona görə səməni xonçaların bəzəli olub ta qədimdən. Beşinci, yumurta döyüşdürmək. Oyunun nəticəsindən asılı olaraq tərəflərdən biri, yəni uduzan digərinin tələblərini yerinə yetirməlidir. Altıncı, qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər. Onlara Novruz payı apararlar. Bu da mehribançılığın, doğmalığın əsas əlamətidir.